Axır vaxtlar bizdən bu plugin və böyük mühərrikli avtomobillərin pluginlərini soruşurlar. Məsələn, deyək ki, bu da Jeep Grand Cherokee 2023-dür. Məsələn, Jeep Wrangler'in də pluginini soruşanlar var, BMW-nin pluginlərini soruşanlar var. Bu da Jeep. 2023-ün avtomobildir, gördüyünüz kimi artıq qabağı çöldədir. Qabağı çöldədir, onu göstərəcəm sizə ayrıca. Amma yəni 23-ün avtomobili gəlibsə və həm də deyək ki, plugin şəklində gəlibsə, yəni hibrid şəklində gəlibsə, axır vaxtlar bu avtomobillər, xüsusən də Amerikadan gələnlərdə biz bu problemləri çox görürük Vüqar Ustanın yanında. Ona görə elə dedim, göstərim sizə. Həm bunun bu halını görün, yəqin ki, satış göstəricisi belə olmayıb, həm də onun orada konkret o açılıb tökülmüş vəziyyətini görün. Bu heç, bu X5-dir, X5-in de ona bax, gəmi boyda düşüb aşağı, mühərrik qussamsı bir yerdə, o öz yerində. Amma Jeep'in mühərriki o qədər də böyük deyil. Gördüyünüz kimi bu qədərdir. Amma amması buradadır onun əsasən, onu istəyirəm göstərim sizə. Mingəçevir elektrik stansiyası. İndi adam buna baxanda gözü qaralır da ki, bu hələ necə yığılacaq. Bütün açılıb tökülüb bura. Inverterli, nə bilim, hibridli, hər şeyi buradadır. Yəni, cəryan tərəfi hamısı buradadır. Vüqar Usta da baxır və baxır. Hoş gördük. Əslində çox hələ az hissəsi buradadır. Bunun arxa yük yerinə də yığılıb, bu qarşıda gördüyünüz bax o bütün o hissələr də bunundur. Yəni o da Jeep'ində, o da bunundur, sökülübdür. Bilirsiniz, mən nə demək istəyirəm? Yəni, bu günlərim yeni indi hansısa bir açılır, ustalar deyir ki, mən Çin maşını ustasıyam. Çin maşını ustasıyam, Çin maşınların təmiri. Yəni, Çin maşını dedikdə, əslində Çin maşını, Çin avtomobilləri çox sadələşmiş bir versiyadır. Yəni, Çin avtomobillərində demək olar heç nə qalmıyor. Sizin orada gözünüzə görsənə o salonda bir monitordur, iri monitor, hansı ki, o sizə qeyri-adi gəlir. Yəni, Çin maşınında götürsək ki, artıq belə mühərriklər yoxdur. Yəni, bu mühərriklərlə, bax, indi bu mühərriklər əvvəlki mühərriklər. Amma bu hibrid deyil də. Bu hibrid deyil. Bunun hibridini də o vaxtı mən təmir etmişəm. Bunun hibrid də olub. Deməli, X6-ın üstündə mən bunun hibridini açmışam. Bu nəhəngdir. Bu nəhəngdir. Bu mühərrik, yəni bu mühərriki baş çıxardıb ortaya gətirən bilirsənsə, bu böyük bir işdir da. Sən bunu arxadan keçib baxsan, elə bilsən ki, bir adam oturub onun üstündə. Burada 2 dənə qoşalaşmış turbindir. Bu turbinin elə bilsən bir adam bu motosiklet kimidir. Oturub orada ayaqlarını oturub belə qucaqlayıb motorunu yanıb. Elə bir şeydir. Yəni bunu indi biz hal-hazırda üstünə artıq mühərrik yığılıbdır, üstünə yerləşdirmək. Bu tam şəkildə askı sistemi ilə bir yerdə düşüb. Görürsünüz, bu qollar, amortisat hamısı düşüb də, bu altı düşübdür. Yəni bunu yığan üçün o Çin maşını oyuncaqdır. Bu məsuliyyətli işdir, bu çox məsuliyyətli işdir. Çin maşında nə var? Balaca mühərrikdir, o mühərrikə də mühərrik demək olarsa, o... Mən sizə deyim də, Vüqar Usta, bir çox ustalar hansılar ki, artıq bu maşınlara baxa bilmirlər. İş dayanır, mən görürəm də, yəni müştəri gəlmir artıq, iş dayanır, neynəsin, başlayır özünü Çin avtomobil ustası kimi təqdim eləməyə. Çünki o sözü eşidən deyir ki, hə, bu Çin maşını. Hə də yeni maşındır, yeni versiyada bəli. Amma sizin üçün onlar oyuncaqdır. Amma Çin sadədir, Çində çox bir rahatdır. Çinin bir balaca bir mühərriki var, o mühərrik də generator rol oynayır. Başqa nəyi var? Yəni orada nəyəsə bir xarab olanda sən təmir axırında bir şey qalmır. Orada ancaq dəyişirsən bütün şəkildə. Hə, elədir. Amma bu həqiqətən adamın gözü qaralır buna baxanda. Bu Jeep'in niyə belə gəlir? Bax, o da neçə dənə BMW-nin hibridini bu cür yığmısınız. Yəni mühərrikdə problem olur, yoxsa hibriddə? Amma mən bunu deyim ki, deməli burada nə olubdur? Bu yenə bunun alan sahibi sürprizlə rastlaşıbdır. Bu qəza toxunub balaca qarşıdan. Amerikada əksəriyyəti belə gəlir. Hə, soyutma sistemində problem olub, su axıbdır. Bunu da susuz sürüblər. Necə baş verib onu mən özümə çatmıram. Necə onu sürüblər? Mən o da hə, onu deyirəm də, Wrangler hibrid açıldı, BMW hibrid eyni açıldı. Onda bəli, yağ sistemində olmuşdu, yağsız sürmüşlər. Bunu susuz sürüblər. Bunu susuz sürüblər. Mən indi burada sizə göstərərəm. Mən hələ belə qızan mühərrik görməmişəm. Mühərrik o qədər qızıb ki, mühərrikin üstündə olan detallar yanıb əriyib, plasmaslar yanıb əriyib. O Cherokee-nin. Bəli, bu Cherokee-nin. Yəni mühərrik artıq burada təmirə yaramır. Mühərrik göstərin də, baxalım. Bir dənə buna fikir verin. Bunu siz də oradan yığıb qoya biləcəksiniz yerinə, Vüqar Usta. Bunun hamısı belə olur da, bəs söküb yığırıq, ben onu öyle deyirəm. Bu dəhşətdir. Bu bütün burada incəliklər, yəni burada bütün bunu yadda saxlamaq lazım. Və ona görə bəs telefonlara cavab verməyəndə bəzi müştərilər deyir ki, telefon cavab ver, gez. Və telefon cavab verəndə fikir yayınır. Yəni telefon cavab verməkdə vaxtı var. Otursan bir çay içəndə müəyyən əməlli başlı əməliyyatdır. Yəni bu bizi də bir nəzər almaq lazım da, çətin işlərdir bu. İndi siz fikir verin bu mühərrikə. Bu necə qızıbsa, görün buna bax, gör necə yanıbdır. İndi bu mühərrik sırf antifriz olmadan sürüldüyünə görə, hə? Beləncə, bəli, antifriz olmanın sürüldüyünə görə. İndi fikir verin buna, bax, sizə mən bəzi burada elementləri göstərim. Baxın, üstündə olan datçiklər gör necə yanıb əriyib.
mühərrikin üzərində. Buna baxın, başlıq gör, əriyib yapışıb. Motorun içində başmaq əriyib. Balans valın içində... Sürücü bunu bilmirdi amma alanda, hə? Yox, balans valın içində buna bax, şariklər əyilib hamısı, belə bərbad vəziyyət düşüb. Yanıb mühərrikin içərisində, burada əməlli başlı yanıb da, yəni belə təzə maşında 7000 gedib bu mühərrik. 7000 gedib, bu qaralar birisi nədir? Qızmağın qarasıdır. Sürücü də ucuzdur deyib, sevinə-sevinə alıb. Hə, ucuzdur və deyib ki... Yəni bunu gətirən arxasında durur, yoxsa yox, mənə o maraqlıdır. Bu Amerikadan gəlib, düzdür, sürücünün də bundan xəbəri yoxdur. Yoxdur. Maşın gəlib, sürüb onu heç olmasa, yoxsa... Heç sürüb eləməyib, maşın gəlib burada... Gətirən heç olmasa, bunu indi gətirən düzəltdirir, yoxsa alan? Deməli, maşını nə ediblər bu maşını? Bu maşını dala-qabağa hərəkət elətdiriblər ki, maşın gedir, işləyir. Amma bunun bu elektrik mühərrikinə yəni hərəkət edibdir. Inverter sistemi işləyib, bu mühərrik işləməyib, işə düşməyib. Bu da deyir ki, bu mühərrikdə nəsə ola gətirib proqramlaşmazda nəsə bir şey deyərəm. Bunu da gətiriblər burada bütün hasarı tanıtmaq, proqram, nəsə bu kimi şeylər eləyiblər. Maşın gömrükdən çıxıb. Maşın gömrükdən çıxıb. Bir də baxırlar ki, maşın bu gündədir. İndi bu da təzədən orada deyir, yəni kimə deyir, nə edir, onun nə xeyri var, yəni göndəriblər də. Hə, də bu məsələ odur da, ona görə bizə də bəzən çox tez-tez dostlar atırlar ki, nə bilim, buna bax, Amerikadan falan maşın bu qiymətə deyirəm, qardaş, valla mən qorxuram. Yox, çox riskli, çox riskli. Nefsəsini gəlib burada görürəm sizin yanınızda. Ondan sonra çox riskli, yəni mən özüm şəxsən risk edib belə maşın gətirə bilmərəm. Maşın, bilmirsən də, belə bir sürü, bu mühərrikin bu dəqiqə, yəni yığılmağa yaramır da, tamamilə dəyişir. Nə qədər xərc gözləyir sürücünün təxmini? İndi bu mühərrik dəyişiləndə burada təbii ki, bunun sənədləşmə işi var, mühərrik nömrəsi məsələsi var, o bilmirəm nə qədər olacaq. Yox, hələ mən siz tərəfini deyirəm də, yəni sırf ustanın təmiri tam təhvil verməsi. İndi burada mühərrik dəyişəndə, bu dəqiqə maraqlanırıq Dubayla, 7000, 8000 dollar civarında gedir. Hazır dili mühərrikin gəlməyi. Az işlənmiş, hələ orada deyirlər onu. İndi orada neçə gələcək, üstünə quraşdırılması, sonra... Və bunun hibrid tərəfinə dəxli yoxdur. Yox, orada dəxli yoxdur. Onlar yerində damsı, amma sadəcə mühərrik lazımdır. Amma mühərrik də, yəni qol mühərrik yox. Mühərrikin üstündə olan bütün sensorlar lazımdır. Mühərrikin üstündə böyük yanacaq təzyiqli nasos. Əriyib belə dəhşətdir. Mən işlədiyim iş müddətimdə, neçə illər stajımda mən belə qızan mühərrik görməmişəm. Hətta da antifrizsiz konkret sürüblər, elə ona görə də çıxarıblar satışa ki, getsin. Yəni svarka peç necə qızar? Peç qızır, üstündə nəsə qoyarsan, yanıb əriyir. Bax, elə əriyib. Bu krışqa zat burada indi bilmirəm, nə dərəcə görsən, əriyib olar hamısı. Yox, da elə onun içində də oradan da baxanda görsənir də. Yəni, bu məsələ budur, dostlar. Amerikadan, xüsusən də bu pluginlə maraqlananlar, mən onlar üçün bunu əsasən göstərmək istəyirəm və həqiqətən də buna baxanda, yəni adamın, bilirəm, Vüqar ustanın tanıdığım üçün bilirəm ki, o bu işi görəcək, tamamlayacaq. Amma bunun həqiqətən də bu halda görəndə adam başı fırlanır ki... Yəni, bunun plugin hissəsidir. Yəni, bunlar sökülüb, gördüyünüz bunlar hamısı elektrik sistemləri, hamısı sökülüb, qoyulub qırağa. Bu mühərriki çıxartmaqda ötər hamısı açılmalıdır. Bu kök rəngi olan hamısı bunlar yüksək cəryanın... Hədə o hibridlərdə gördüyümüz rəngidə bu. Bu görürsünüz, inverterdir, bax. Bunlar hamısı yəni sökülüb qoyulub yerə də. İndi bunu qaytarıb, bəli, yığmaq lazımdır yerinə. İndi yığmaq üçün də biz ustalara nə lazımdır? Vaxt lazımdır, səbir lazımdır və sakitlik lazımdır. Nəyə görə biz əsas işlərimizi salırıq? Ya səhər tezdənə, ya axşama, ya gündüz vaxtı işləmək olmur. Gələn, gedən, zəng eləyən, yəni olmur. Qətiyyən belə bu işlə məşğul olmur. Bu işlər ancaq... Belə, bu ustanın halı, bu maşınların halı, bu da ki X5. Bu da başqa Titanic. Volkswagen mühərrikini. Yəni burada bir çox mühərriklərin bir hazır... Elə normalı budur, belə görürəm. Ümumiyyətlə, mən sizə... Bir quzaqlı mühərrikdir. Yəni ona görə deyirəm də, bu günlərim artıq bu Çin maşınları işimizi rahatlaşdırıb. 4 silindr mühərriklərdir, kiçik həcmli mühərriklərdir. Hədə nə var orada? Orada elə bir iş qalmayıb. Yəni orada nəsə xarab olur, yenisini alırsan, dəyişirsən, məsələ qutarır. Yəni orada böyük bir iş qalmayıb, iş rahatlaşıb. Bəs bir sual da verim. Bəli. Bu zilin burada nə işi var? Bu aparıcı çəkilişə nə ilə gəlməlidir? Gəlib də. Burada 2 dənə normal maşın var. Biri budur, bir də o arxada bir dənə təzə bıyıdı dayanıb. O da hələ təzədir. Onu da görəcək günlər qabaqda. Normal maşın? Bu? Görəcək günlər qabaqdadır. Amma petrol treatment Vüqar ustada yoxdur. Bax, şikayətim odur. Bəli, hal-hazırda dizelinə qalıb orada, amma benzin qalmayıb. Bu da öz payını verirdi, istəmədi. Bu da asma otursa mənə mənə şikayət. Özümünkün verirdim də. Özünkü qardaş mənim, bunun harasına çatacaq o? Bir buna bax, bir bunun əzəmətinə bax. Bir çənlik əlavə eləyərdik də. Ona görə heç nə, sifariş edeyim, özləri gətirsinlər. Yaxşı. Bax belə, bu da bu mövzu ilə bağlı sizə lazım olan məlumat.